Qurban bayramından bir gün əvvəl Ərəfə günüdür. Ərəfə gecəsini mümkün olduğu qədər, gücünüz çatan qədər ibadətdə keçirməyiniz tövsiyə olunur. Hədisdə var ki, kim Ərəfə gecəsini ibadətdə keçirərsə, 170 il ibadətin savabı yazılır. Yəni, böyük bir ömür ibadətin savabına bərabərdir. O gecəni dua və ibadətdə keçirmək. Şeytanın ən zəlil olduğu günlərdən biri Ərəfə günüdür. Naümid olduğu günlərdən biri Ərəfə günüdür. O gündən maksimum çalışaq ki, istifadə eləyək, bəhrələnək, o günün fəzilətini əldən verməyək. Ərəfə günü istisnai, xüsusi bir gündür. Hədisdə var ki, bir adam Qədr gecəsində bağışlanmasa, Allah onu heç vaxt bağışlamaz il ərzində. Bağışlanmaqdan ümitsüzdür. Bu adam ki, Qədr gecəsində bağışlanmayıb. Amma bir gün fürsət var. Qədr gecəsində bağışlanmayanlar üçün bir gün fürsət var. O da Ərəfə günüdür. Ərəfə günü Allah günahkarları bağışlayır. O günahkarlar ki, Qədr gecəsində özlərini bağışlatıra bilmədilər. Bağışlanmayan günahkarları Ərəfə günündə Allah bağışlayır. Ərəfə günü etiraf günüdür. Ərəfə günü düşüncə və təfəkkür insanın özünü hesaba çəkdiyi bir gündür. Öz əməllərini, öz günahlarını hesaba çəkdiyi bir gündür. Ona görə də Ərəfə günündə Allahın dərgahına yönələk, bacardığımız qədər Allaha ibadət eləyək. Allahdan da arzu edirəm, Allah bütün ibadət eləyənlərin, dua eləyənlərin ibadət və dualarını qəbul eləsin.